Değerli izleyiciler, her vaxtınız xeyir olsun. Təsadüfən yolda bir xanım kömək istədi. Tanımadığım bir xanımdır, xanım. Adın Özümün soyadını ciddi adım Guliyeva Sevil İslamlısı. hansı rayondan gəlmişsən? Gədəbəy rayonu. Nə səbəbi nədir gəlməyini? Gəlməyimin səbəbi bu üçün lise prezidenti Mehriban Əliyevin qəbuluna gəlmişim. Çin köməklik, mənim heç hardan 10 qəpik gəlirim yox. Sosial yardıma düzəlirim. Dəfələrlə qəbula gəlmişim. Sosial yardıma imtina gəliyin, nədir, çöl torpağını özün sənədləşdirib adın eləsən, ona da 2000-3000 pul istəyirlər, onu cüzüm satmır. Sasda çöl torpağı da yoxdur. Bir 5-6 sot yerdi, şirkətə düşüb meşədə yoxdur. 30 sot yerdi, 4 dərə keçmiş qaynatamcılın adına. Bu mənada sosial yardım ala bilmiyorum. İmtina gəlir, bəli. Sonra da ki, yoldaşım, uşağım onun yanındaydı. Yoldaşım öldü, yıkıldı 6 aydır. Penisiye düşəcəkdi. Mənim fikrim buydu. Uşağımı gene yanında saxlar, oğlumu. Yəni o da Sakit ol, demiş xanım, sakit danış. Neçə evladın var? ki elə bil heç biri 18 yaş birində, 20 yaşda birinin də. Xəstə uşağın var evdə? Xəstədir. Həmin şeydir, belindən, həmin şeydə adı nədir? Belindən də xəstədir. Ondan sonra kista irincidir. 3 ildə onu əməliyyat edir. Qayıdıb bir də 21 yaşına keçir. Belindən kista irin kəsməyək. Sonra qılçaları tutulur. Dədəsi də öləndən qorxub. Bir şey xəstədir, narkoloji xəstədir uşaq. Nervinli, əsəbli uşaqdır. Buna da penisiya düşüyor. Heç tür imkanım yox ki. Narkoloji xəstədir, yoxsa onkoloji? Narkolojiyə göndərirlər. Narkolojidir, yəni belə də xəstədir, sudurğalı uşaqdır. Həmi belində kista var, hər cürə neçə dənə dərdi var, bu heç. Uşaq xəstədir. Onun ötəndə də ki, özümün Gədəbəy rayonunun Söyüd düşənində bələdiyyə yaşayır. Abdullayeva Fərman Çobanoğlu. O bizdə olmazın zülmünü divanını tutuyor. Bilə-bilə mənim heç hardan 10 qəpiyim gəlmir. Yoldaşım neçə gün ölməmişdi. Oradan bir qəpiy ondan istəməydi. O yıxılıb ölməmişdən qabaq 500 manat dedi. Gətir sənin adına sənədləşdirim. İndi məndən 7000 pul istəyir. Mən icra hakimiyyətinin qəbulunda oldum. Bizdə icra başçısının adı, soyadı nədir? İcra başçısı çıxıb da hal-hazırda onu nümayəndələr təmsil edir. Natiq müəllimin qəbulunda olmuşum, bir də Vüsal müəllimin. Onlar deyib dəymək, onlar bu işə istifadə eləsin. Ancaq o deyir ki, 1 ildən sonra, 2 ildən sonra mənim icraatıma keçə bilər. Yəni onu sənədləşdirilməsə 7000. Təsəvvür elə hökumətdə mən 100 ya qazmışıqmı verə bilmirim. Keyif malın çöldə sıçdığı təzəyi, gərmələri və çolu-çosu gətirib yandırıram. Qaz pulu, işıq pulu verə bilməyən insan. Uşağımın öydə mən bir tikə ət tap verim. Kimsə qurban əti kəsib gətirəndə sevinən bir insan. Yəni mən dəfələrlə qurumlardan köməklik istəmişim, yaxşı. Köməklik eləyəcəyik deyib, o qaydada gedib. Heç bir də həllini tapmayıb. Heç bir müraciətin həllini tapmayıb. Bax belə mən bir vəziyyətdəyim. Özüm də gəlmişəm, burada özümlə getdim. Dünən avtobusda məni təcil yardımdan baş temaşki yapardılar. Başdan ayağa diyaliz geçirmişim. Böğrəyimlə. Ondan sonra içərimdə çoxlu miyoma. Ondan sonra qadan qaldım sənin hepatit C. Ciyarımda işimə. Bir ayda Gədəbəydə yatmışım balnisədə. Gədəbəyin özündə olursan, yoxsa kəndində? Kəndində. Hansı kəndi? Söyüdlü kəndi. Gədəbəyin Söyüdlü kəndi. Kəndi. Telefon nömrə deyə bilərsən? 051 386 1390. Bax, müraciətin kimədir buradan? Kimə müraciət edir? Müraciətim bu dəqiqə mənim Azərbaycan Respublikanın prezidenti İlham Əliyev. Cənab prezident, gör ki mən bu 2 uşaq üstündə heç hardan 10 qəpik gəlməyən bir insan, müraciət etmədiyim yer qalmıyor. Bana heç olmasa uşağıma bir pensiya, ya özümə bir yardım düşmür, düzəlmir, imtina gəlir. Ancaq hal-hazırda gəlsinlər, mənim vəziyyətimi yoxlasınlar. Heç bir yandan 10 qəpik gəlirim yoxdur, iş yoxdur. 3 aydır göydən yağış tökür, fəhlənin əlindən yer yoxdur. Heç yanda işləyə bilmiyorum, özüm də xəstə. Bir ay balnisədə yattım, indi də gəlmişim bir həftə Semaşkinin balnisələrindeyim. Sakit ol, xanım, sakit ol. Ya bu ki kanallarımız var dedin.
Sizin səsində səs verən onlar köməklik Uşağım edirlər. da acısız qalıb o rayonda, ac. Uşağın heç bir yana yönəlmək Biz yeri əlaqə yox. saxlayarıq Gədəbəyin icra hakimiyyəti ilə. Orada yaxşı dostlarımız var. Onlara da deyərik köməklik edirlər. Allah Təşəkkür sizin edirəm, balanızı dəyərli kömək olsun, izləyicilərimiz. Allah köməyiniz Çəkib budursun. paylaşın. Sağ olun, Yani çox sağ olun. Gədəbəy rayonunun bir belediyesi yani mənə bax bu zulüm, bu boyda bu torpağı adımıza algı satqı eləmir. Darıxma. Gələrik Gədəbəyə, inşallah Yaxşı. gələrik. Oldu xanım. Əlaqə saxlayacaq. Çox sağ olun.